1941-1945-ci illərdə 2-ci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım veriləcək. Yeni Sabah az məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamla 1941-1945-ci illərdə 2-ci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2500 manat məbləğində 2-ci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə 2-ci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafiyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə 2-ci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif olunmuş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1002 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Bu məqsədlə Azərbaycan Prezidentinin ehtiyat fondundan 3,2 milyon manat vəsait ayrılıb.